Salamlar dostlar, necəsiniz? Mən Hüseyin və bugün Kahraman Adasının ikinci bölümü ilə sizlərin qarşınızdayım. Dostlar, keçən bölümdə biraz madən etmişdik və bura dəmirlər qoymuşduq bişmək üçün. Və hamısı bişib dəmirlərimizin və Cəsur nağarmağa çalışır. Biraz bunu vuraq. Pəncələri siz bilirsiniz, bütün moblara tək atır. Hər neysə. Sən niyə gəldin? Bu da getdi. Bu da belə getdi. Mən sandığıma deyəsən nəsə qoyur bu Cəsur. Hər neysə. İndi isə biz zırhımızı götürək. Bu gərəksiz əşyaları qoyaq. Yəni ki, ev tikməyə gərək olan əşyaları saxlayaq özümüzdə. Bütün üzerimizdə olan əşyaları ataq. Deyəsən bu mənim pəncələrimi bilmir hələ. Hər neysə. Ən yaxşısı biz yataq, gecən yola verək. Yataq çox uzaqda dərkən. Yatdıq. Gecə boyunca uyunuyor. Bu da belə, bu qədər. Amma bunlar da orada öz hallarında qalsınlar. Cəsur nə qarmağa çalışır bilmirəm. Bilinmir ki, Cəsur nə etmək istəyir, nə eləmək istəyir. Hər neysə. Bu kazma qalsın, baltada qalsın. Biraz odunları götürək. Bu burada, dəmirimiz burada. Zırhımızı da indi geyinəcək. Zırhımızı geyinək və gördüyünüz kimi mənim karakterim Spiderman'dir. Zırhımızı da geyindik, bu qədər. İndi isə gedib biraz yəni ev tikmək üçün əşya yığaq, toplayaq və gələk. Dostlar, Kahraman Adası haqqında fikirlərinizi yoruma yazarsınız. Yaxşıdır, pisdir, xoşunuza gəlir, yoxsa gəlmir. Və kanala abunə olub, like atmağı da yaddan çıxartmayın. Mən Cəsurun evi kimi bir ev tikmək istəyirdim, amma artıq istəmirəm. Öz fikrimlə tikəcəm bir şey. Dostlar, bu süreç biraz sıxıcı olacaq, ona görə mən videonu dayandırım. Ən yaxşısı ağacları qırıb bitirdikdən sonra asarım. Gəldim dostlar. Gördüyünüz kimi 2 stek dəmir də deyirəm. 2 stek odun topladıq. Evimizin keşini yitirdik deyəsən. Dörfdən gəlmişdik də bizə. Buralarda bir yerdə edilimiz. Yəni başlanğıc nöqtəmiz. Burada tapdıq. Və dostlar, Cəsur özü üçün deyərkən, yəni bir nether portalı açıb və hələ ki açmayıb. Hələ ki sadəcə düzəldib. Nether portalını indi açır və Nether'a gedəcək. Sonra isə biz də gedəcək. Hər neysə. Keçən dəfə evimizin yerini etmişdik. Bu səfər isə evimizi tikəcəyik artıq. Üzərimizdəki bütün əşyaları boşaldaq bir. Ağaclar sonra əkərik. Almamızı da ataq. Burada Cəsur bizim üçün bir sandıq düzəldib və dostlar, Cəsur bir belə deyim də admin kimi adanın hər işlərinə baxır. Mənə deyirdi ki, bir məsələn deyirdi yox, həqiqətən də bir yekə bir tarla edib edəcək bütün ada üçün. İki blok atmışdıq bura. Bəli, 2 blok. 3, 4. 4 dənəsi bəs edər. Üç dənəsi biraz az olacaq. Ona görə 4 olsun.
9 blok da burada. Telefon öz-özünə qoyduğum blokları yoxa çıxardır. Buradan 2 blok qalacaq deyəsən. Baxaq bir. Şu arada haradasa 3 blok qaldı. Arada 3 blok qaldı. Burası pilləkən kimi bir şey olacaq. Cəsurun evinə oxşayan bir ev kimi bir şey olacaq. Cəsurun evinə oxşayan bir ev olacaq. Cəsurun evi kimi yox ama. Cəsurun evinə oxşayan bir şey. Buradan da belə taxtalarımızı atdıq. Buradan da belə ataq. Pilləkəni necə edəcəyik onu da baxacağım. Pilləkəni buradan belə edəcəyik. Məsələn, buradan belə aşağıya tərəf edəcəyik. Və haradansa da giriş qapısı qoyacağıq. Bir yerdən qoyarıq. Yəni hansına qoyacaq, haradansa qoyacaq. Bir dənə toxumumuz gəldi. Toxum bu bir sandıqdaydı. Toxum bu bir sandıqdadır. Toxumumuzu da qoyduq. İndi də sıra üstündədir. Yəni ki, evin üzərində. Buradan belə hop, neysə, torpağı çıxaq ora. Biraz torpaq götürək. Bir dənəsi bəs iyi yerdə. Dostlar, kanala abunə olub like atmağı yaddan çıxartmayın. Bu niyə beləncə olur? Çıxdı axır ki. Buradan isə buranı örtəcəyik. Bura heç örtəcəyik, yəni buranı. 1, 2, 3, 4. Evin aşağısını kopyalayıb üzərinə edirik. Mən ora niyə taxta qoydum? Neysə, sonra götürərəm onu. O gəlmişkən bunu da götürüm. Dostlar, çəkimi dayandırıb taxta qırarkən daş baltamız qırıldı. Mən dəmir baltayı düzəltdim bir dənə. Burası da belə. Artıq az qalır evimizin çərçivəsinin bitməyinə. Və evimizin çərçivəsi bitdi. Hoppa, düşük aşağı. Evimizin çərçivəsi məncə yaxşı durur belə. Yəni normal bir şey, normal durur. Və pilləkənin altından aşağıya gedən bir qapı düzəltmək istəyirəm. Ya da aşağısı Cəsurun evi kimi belə buradan bölərik. Bölənçiylə heyvan tövləsi kimi bir yer olar. Eynən Cəsurun evi kimi. Cəsurun evini də göstərim. Cəsurun evi də bölənçiylədir. Cəsurun çoxlu itlər var. 3 dənə. İkisi böyük, biri balaca. Mən də biraz evimi falan düzəldim. Bir dənə köpək, yəni iç atlayacağım. Bu taxtanı atdıq bura. Taxta da deyirəm. Torpağı atdıq ora. Və odun, yəni taxta edək, kalas. Kalaslar da yəni əgər çatmazsa davam edərik.
Bir anlıq elə bildim Cəsur gəldi. O qırmızı şeydə gəlibmiş. Həqiqətən də gəlibmiş. Nədirdən nələr edib bilmirəm. Sonra gedib soruşaram özündən. Ya da dostlar, Cəsurun səhifəsinin adı King Gamer'dir. Onun da səhifəsinə girib baxarsınız. Ya da aşağıdan sabitləyərəm falan, girib baxarsınız Cəsurun da səhifəsinə. Və dostlar, Cəsurun da səhifəsinə yəni kanalıma abunə olub like atmağı yaddan çıxartmarsınız. Mutlu Qast. O, Mutlu Qast gətirib Cəsur mənim üçün. Sağ ol deyək ona bir dənə. O yazıq. İndi isə bunu da alaq. Bitdi. Evimizin əşyası artıq bulardır. Evimizin üstü qaldı bir də. Hoppa. Artıq pilləkənləri edək məncə. Amma onun üçün ilk öncə kalas falan içməliyik. Burada da pilləkənlərimiz var. Bunları da belə etdik. Birincisi niyə donur, mən heç bilmirəm. Niyə bunlar birincisinə donur. Heç Mutlu Qastım olmamışdı. Amma artıq oldu Cəsurun sayəsində. Sonra bu qoyduğum taxtaları qıracam. Hoppa. Bunlar da gəldi. Deyəsən Cəsur Mutlu Qastı evcilleşdirir falan edir. Orada onları etsin. Biz də pilləkənimizi edək qutaraq və evimizin üstünü etməyə başlayaq. Baxaq. Qastımız buradadır. Və bildim yoxa çıxdı bir anda. Bunları da qırdıq. Bunları da bura qoyduq. Bu qədər. Qırım mı, qırmayayım mı bunları bilmirəm. Da qırım. Orada pilləkən qoyum. Ya da qoymayayım, ehtiyac yoxdur. Səhvən pilləkəni də qırdıq. Hoppa, bunlar da getdi. Sadəcə bunun qıraqlarını eləyəcək. Yəni bunun qıraqlarını verən içinə sadəcə buradan belə citlər falan qoyacaq. Başqa heç nə. Bunun üçün olsun bunları da eləmək lazım. Burasına qoyaq. Bu qədər. Citləri də sonra edib qoyaq pəncəsinə. Hər neysə, artıq evimizin üst qatına keçək. Yəni öz yaşayacağımız yerə eləməyə başlayaq. Artıq 15 dəqiqə olub video kaydımız. Heç baxmıram kaydımızın neçə dəqiqə olduğuna. Cəsur oradan nə verməyə çalışır, görürsən. Deyəsən suyla toxum çıxartmağa çalışır. Özünə heç əziyyətə vermir.
Dostlar, bir də profil şəklinin nətər olduğunu da yorumlarda yazarsınız. O da Cəsur düzəldib. Sağ olsun. Məncə yaxşı bir şeydir. Yaxşı düzəldib məncə. Görünüş cəhətdən məncə yaxşıdır. Evimiz də məncə yaxşı olur. Yəni məncə yaxşı, gözəl olur. Yaxşı olur. Bunları da edəcəyik. Cəsur görüm sandıqlara nəsə qoymayıb. Yaxdan buralarda fırlanır. Yox, heç nə qoymayıb. Baxım görüm heç nə götürməyib. Yox, götürməyib də. Hop hop. Hoppa. Bu qədər. Artıq buralar da tamamdır. Və buradan beləsinə bu pilləkənləri, yəni oturacaqları qoyaq. Və bunların arasına şüşə qoyacağım. Bunlar da qutardı gedib. Biraz da oturacaq düzəldək. Və sonra gedib qumları da gətirib camlarımızı bitirək. Amma bu ora çatmayacaq. Bura cam qoymayacağım. Ehtiyac yoxdur. Biz buralara da qoymaq istəmirəm, amma bu iki ortaya qoyacağım sadəcə. Amma bu oturacaqlar da bizə lazım ola bilər, ona görə qalsın. Hoppa. İndi isə gecə olandan sonra yatacağıq. Amma hələ ki gecə olmuyor. Bizə 2 dənə dəmir lazımdır. Kürək etmək üçün. Yəni lapat etmək üçün. Lapatkamızı da etdik. Bir dənə lazım imiş. Onların onsuz da həmişə qarışdırırım. Çubuqla dəmirin saysın. Qarışdırdım. Gidib biraz qum qabaq gətirək. Bu qədər qum bizə bəs eləyəcək. Çünki çox da yəni çox da şüşə etməyəcək. Eləməyəcək, çox da şüşə. Nəysə. Getdik. Mən nə vurdu? Cəsur nə ara yatdı? Burası elə bildim çukur kimi bir şeydi, bağlayacaqdım buranı. Hər neysə. Yana biləcək əşyaları götürüb artıq qumlarımızı da pişirək. Nə qədər pişirsə, nə qədər pişirək. Onsuz da bizə cam çox da lazım olmayacaq. Amma bizə biraz da taxta lazımdır. Çünki bu şüşə yerlərinin kənarları falan onlar dolduracaq, buraları dolduracaq.
Şimdi buranı camla doldurun yoksa doldurmayayım bilmirəm. Doldurmayacağım. Ehtiyac yoxdur. Prosta beləsinə. Gedək biz ağac kəsək gətirək və o sırada qumlarımız da pişsin. Bu ağaclar bırak bəslər. Da bəsdir bu qədər ağac. Cəsur oradan ağarır. Altmış dənə meşə kalası bizə də yiyəcək məncə. Evimizin artıq qırağın başını falan bağladıq. Buradan da bir iki dənə məsələn taxta falan qoymaq olar. Çünki bu ortaya bir dənə qapı qoyacaq. Amma yox ya da ehtiyac yoxdur. Yəni qapı qoyub qırağına başqa şeylər qoyarıq. Ya da bir dəqiqə bu pləşənlər burada necə durar baxaq. Onlardan bura qoymuşdum deyəsən, hə. Burada var. Pləşənlər burada. Hiç dururlar deyəsən. Bir də içəriyə tərəf eləyib baxaq. Bir dəqiqə. Yox. Pləşənlə falan olacaq iş deyil bu. İşlər yəni bunlar. Pləşənlə falan olacaq. Neyse bura bir dənə qapı qoyub qırağına da başqa şey qoyarıq. Ya da dostlar, biz bu pləşəni biraz qabağa eləyək. Çünki onsuz ora qapı da qoya bilməyəcək. Ona görə pləşən biraz qabağa getməlidir. Bizim qastımız buradan ağarır. Orada kalsın. Bize o pləşənlər niye orada kalıb? Hoppa. Şimdi götürə bilmədim. Yani neyse kalsın orada, hiç olmaz.
Bura belə taxtalar qoyaq. Pilləkənləri də qoyuq. Mənə əsəb edən şeydir o. Bu qədər. Bu daha yaxşı oldu. Artıq buradan taxta falan da qoya biləcəyik. Hər neysə. Dostlar sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Bu da Kahraman Adası 2-ci bölümünün sonudur. Dostlar sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Kanala abunə olub like atmağı isə yaddan çıxartmayın. Gələn bölümdə seyrimizə davam edərik.